aprel 9-cu il buraxılış imtahanının izahı. 13-cü sualda cavab deyil. Çünki positive voice-də birinci object gəlir, ondan sonra isə to be plus verb-is gəlir zamana uyğun olaraq. O da D variantına uyğundur. 14-cü sualda isə cavab A variantıdır. Niyə? Çünki deyir ki, Rosie telefonda kimi ilə danışır? Cavabında isə mən əminəm ki, o Miranda ilə danışır deyir. Yəni burada cavab A variantıdır. 15-ci sualda isə have been görürük. Present perfect indiki bitmiş zamanın göstəricisidir. Ona görə burada cavab E since olacaq. Burada isə to buy feilinin antonimini istəyir. Buy almaqdırsa sell də satmaqdır. B variantı. 17-ci sualda isə cavabımız most generous, yəni çox əlaçıqdır. Mehribandır bu şəkildə, bu mənalarda. Ən çox dediyinə görə, üstünlük dərəcəsi olduğuna görə D variantını götürəcəyik. Və sonda isə class, in the class vardı, yəni sinifin içində. Cavab olur B variantı. 18-ci sualda isə mürəkkəbi seçməyimizi istəyir. A. Salt, duz, sadədir. C. Poet, şeir. E. Artist, düzəltmədir. D-də isə chess, şahmat düzəltməli. Ona görə cavab B variantı olur. 19-da isə bizdən yaxın mənaları istəyir. Healthy, sağlam, ill, xəstə, tiny, balaca, big, böyük, white, səssiz, noisy, səsli, küylü, better, ən yaxşı, worse, ən pis. Ona görə cavab burada D variantı. Ancient və old hər ikisi qədim mənasını verir. 20-ci sualda isə bizdən deyir ki, həmişə quru olan bir ərazini böyük bir kütlədə su basır. Təbii ki, bu daşqında baş verir. A. Ground, yer. B. Garden, bağça. B. Floor, döşəmə. C. Mountain, dağ olmaz. Ona görə burada cavab E variantıdır. 21-ci sualda isə one of the women stole the research papers from the library. Qadınlardan biri axtarılan kağızları laboratoriyadan oğurlamışdı. Təbii ki, laboratoriyanın içindən yox, laboratoriyadan dərşə keçsi lazımdır bizə. O da ki, A variantındadır. 22-ci sualda isə biz bilirik ki, able to və have to-dan başqa obirsilərdən sonra to gəlməz modal sözlərindən sonra. Ona görə A və D-ni buna görə çıxırıq. C və E-də isə able to-dan sonra, to be plus able to-dan sonra to gəlmədiyinə görə çıxırıq. Ona görə yerdə B variantı qalır. Növbəti izahı isə uşaqlar part 2-dədir.